Bir zamanlar mən də sizin kimi öz karyeramı qurmada çətinlik çəkirdim. Ta ki, İATM-lə tanış olana qədər. Gəlin mən sizə İATM-lə tanışlıq hekayəmi danışım. İATM-lə tanışdığım qrup yoldaşım vasitəsilə olub. Hansı ki, o da bir zamanlar İATM kursunun tələbəsi olmuşdur. İATM kursunu bitirdikdən sonra mühasib kimi çalışmağa başlayıb. Həmin vaxtlar mən də işsiz idim. Qrup yoldaşım mənə niyə də mühasib kimi çalışmayasan dedi. Qrup yoldaşımın sözündə həqiqət tapdım və yolumu İATM kurslarına tutdum. Mühasibatlı kursu deyiləndə ağla gələn iki yer də İATM kursudur. İlk günlərimdə tərəddüd içindeydim, necə inkişaf edəcəyimi bilmirdim. Lakin Elvi müəllimin təliminə qoşulduqdan sonra özümə inanım artdı və mühasibatlığı sevməyə başladım. İATM-də təkcə Elvi müəllimin dəstəyi ilə deyil, bütün İATM kollektivinin köməkliyi ilə axtardığım suallara cavab tapdım. Təlimi bitirdikdən sonra Koreya mərkəzinin dəstəyi ilə özəl şirkətlərin birində mühasib kimi çalışmağa başladım və bu məndə ruh yüksəkliyi yaratdı. MYP-ni bitirdikdən sonra qoşulduğum təlimlər bunlardır. Press proqram təlimi, təlimçilər üçün təlim və hal-hazırda davam etdiyim PMS təlimi. Mühasibatlıq bilikləri ilə kifayətlənməyib, real iş mühitinə tam hazır kadr kimi yetişmək istəyirsinizsə, İATM sizin üçün doğru ünvandır.